Ayının 14-də İmişlidə anadan olmuşdum mən. Amma yaşamı dərk etdiyim gündən torpaq qeyrətdir. Qeyrəti də biz oğullar çəkməliyik düşüncəsini anlamışdım. Mənim ailəmdə bir bacım, anam və atam olsa da əsir düşən, yurdundan didərgin salınan, şəhid qardaşlarımın ana bacısını daim öz qeyrətim, ailəm bildim. İmişlidə 2005-ci ildə Nəriman Nərimanov adına bir saylı humanitar fənlər təmayüllü məktəb-liseydə məktəbi başladım. 2016-cı ildə isə həmin məktəbi bitirərək hərbi xidmətə yollandım. Hərbi xidmətdə olduğum zaman ilk dəfə Naxçıvanda düşmənlə üz-üzə gəldim. Elə o anda başlamışdı alnıma yazılan bu qəhrəmanlıq dastanının ilk səhifəsi. Hərbi xidməti bitirib gəldikdən sonra işləyib ev xərclərində ailəmə köməklik edirdim. Düzü, elə böyük xəyallarım yox idi mənim. Sadəcə ən böyük arzum bacımın universitetə qəbul olması idi. Bunun üçün də əlimdən gələni çalışıb-vuruşub etməyə çalışırdım. İyul ayının 12-si 2020-ci ildə başlanan iyul döyüşlərində könüllü qeydiyyatdan keçdim. Və ən böyük arzumu reallaşdırmaq üçün çalışıb vuruşmağım sadəcə sentyabr ayının 27-si 2020-ci ildə başlanan Vətən müharibəsinə qədər sürdü. Vətənin azadlığı üçün döyüşə getməyə sövq etdi vətənin dar gündə olması məni. Qubadlının işğaldan azad olunması üçün döyüşlərdə iştirak edirdim ön cəbhədə. Düzünü deyim, çox şey etmək istəyirdim əslində orada. Sadəcə snayperdən açılan bir güllə məni sağ qolumdan yaraladı. Elə bu an döyüş yoldaşlarımdan biri "Sabir, sən evin tək oğlusan, geri çəkil, qoy bizlər vuruşaq" dedi. "Nə danışırsan? Mən bura vuruşmağa gəlmişəm. Vətən bizim qeyrətimizdir. Qeyrəti də biz çəkməliyik. Bəs mənim anamı, bacımı kim qoruyacaq?" deyərək daha da irəli atıldım. Bəlkə də alnıma yazılmışdı elə bu şəhidlik zirvəsi mənim. Bəlkə də heç vaxt heç kəsin bilməyəcəyi ölüm tarixim oldu. Şəhidlik zirvəsinə ucaldığım an oldu mənim. Qubadlıda munemyot nəticəsində qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucaldım mən. Yaxınlarım isə 72 gün sonra Qubadlıda qar altından tapdı. Həsrətlə qayıdışımı gözləyən yaxınlarım üç rəngli bayrağa bükülən tabutumu qarşıladı. Onlar isə mənim şəhidlik zirvəmi tarix olaraq daim yanvar ayının 10-u 2021-ci ildə anacaqlar. Bir də olsa, bir də edərdim deyib cənnətdən sizlərə vətən sağ olsun deyirəm. Bu şeiri şəhid Sabirin dostları Cavad, Emil və Rəqabətin adından həsr olunur. Sil gözyaşlarını, ağlama ana. Mən kimi şəhidlik zirvəsindəyəm. Çiynində müqəddəs bir yük daşıyan, oğul harayyam, vətən səsiyəm. Yanından ayrılan körpə Sabirin bu ana torpağın qucağındadır. Ruhum hər gecə yanına gəlir. Yenə də evində, ocağındadır. Məzarım üstünə gəlsən ağlama. Mən ərşin qoynunda xoşbəxtəm ata. Bir düşmən gülləsinə hədəf olsam da, mən haqqı tanıtdım bütün dünyaya. Dostlarım bilirəm unutmur məni. Yadımdan çıxartmır, soyutmur məni. Sağ ikən qədrimi bilən dostlarım. Atamdan, anamdan müğayət olun.
Peyğəmbərimiz buyurur, hər dərəcədən üstün bir dərəcə var. Bu, Allah yolunda şəhid olana qədər davam edir. Ən üstün dərəcə şəhidin dərəcəsidir. Peyğəmbərimiz buyurur. Bu üstün dərəcəyə çatmaq üçün gərək həyatın da ən üstün olsun, ən keyfiyyətli olsun. Gərək keyfiyyətli yaşayasan ki, ölümün də belə keyfiyyətli olsun. Şəhid ailələrinə təsəlli sözündən xoşum gəlmir. Bəşarət kimi bu sözlər deyirəm. Təsəllini bədbəxt adama verərlər. Şəhid ailəsi bədbəxt deyil ki, ona təsəlli verəsən. Şəhid ailəsi xoşbəxtdir. Bu müjdədir sadəcə mən tərəfdən. Deyir, şəhidə 70 imtiyaz verilir. 70 imtiyaz. Ondan ən kiçiyi günahların bağışlanmasıdır. Deyir, şəhidin günahları bağışlanar, elə bilir ki, böyük bir şeydir. Allah deyir, 70 dənə imtiyazı var, özünüz görəcəksiniz şəhidlərə nələr verəcəm. Allah bilir ancaq. Onun ən kiçiyi birincisi budur ki, qanı tökülən kimi günahı bağışlanır. Hələ say sonra 70'ini. 70 də bəzən kəsrət mənasındadır. Yəni çox, 70'dən də çox. Sadəcə 70 çoxluğu bildirir. 70 dənə imtiyazı var. Birincisi budur ki, günahları tam təmizlənir. Şanlı Azərbaycan ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib. Cəbrayıl şəhəri, Hadrut qəsəbəsi, Füzuli şəhəri işğalçılardan azad edilib. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.